Qorxuruq. Biraz qorxuram ha. Niyə qorxusunuz? Bir dənə implant qoyacaq, bir diş çəkəcək, bir implant qoyacaq. Nəyə qorxusunuz? Birinci dəfədir də ona görə. Birinci dəfə də implant qoyuyorsunuz ona görə. Heç diş çəkmişsiniz, sən bir dəfə diş çəkmişsiniz. Ağıl dişimi çıxardıblar arxada. Çıxmamış, çürümüşdü. Bir baxaq. Burada bu aşağı sol tərəfdə görünən 6-cı diş deyirik buna. Yəni birinci böyük ağız dişini çəkəcəyik. Çəkən kimi də yerinə implant qoymağı düşünürük. Bu dişi dartan kimi üstü qırılacaq. Biraz çətin çıxası dişdir. Yəni nə baxımdan çətin çıxası? Üstü dağılacaq. Bura köklər rahat çıxmalıdır ki, sümük dağılmamalıdır ki, buraya implantı qoyaq. Amma bunu bacarmalıyıq. Başqa şansımız yox. Eləmi? Və qorxuruq. Qorxuruq, eləmi? Baxa görə məmməliyyətin sonunda qorxmağa dəyərmi, dəyməzmi? Bir ədəd implant üçün bu stilizasiyanı qurmuşuq. Bir buralara baxsaq, cəmi bir ədəd implantı, bir diş çəkirik, bir ədəd də implant qoyuruq. Cəmi bir ədəd implant üçün qurulub, keyməyi gözləyirik. Diş keysin, başlayaq. Evet. Dişin bir kökünü çıxartdıq, digəri qaldı. Çürük hissələrdir. Vuran kimi çürüklər qopururdu. Digər köklər çıxarılır. İmplantın qalınlığı 4 mm yarımdır. Koreya implantıdır. Koreyanın gözəl implantlarındandır. Uzunluğu isə 11 mm yarımdır. Xüsusi sətli bir implantdır. Belə kalsium sətli, patentli sətlidir. Sümüklə birləşməsi, yəni bir başqa fərqli cövdür. Böyük ısırıq. Arası 45'e yaxın torkla, bura baxsaq, 45'e yaxın torkla buranı bağlamış olduq, implantı. Qapayıcı vidanı da bağlayaq. Tamamen sümüğün içində çəkilmiş diş və anındaca yerinə implant. Və dişi çəkdik, implantı qoyduq, yerləşdirdik. Yerini də mən balaca gətirib tikdim bura ki, biz infeksiyalaşmadan kənar olsun, tikmə edə bilərik burada. Dərində də implantımız rahatdır. Soruşaq, çox qorxan bir qız idi. Ağrı oldu mu? Yox. Narahatlıq oldu mu? Keçmiş olsun. Çox sağ olun. Amma yenə olsa yenə qorxarsınız, deyil mi? Yox, qorxmaram.